En çok Dünya Kuboku'na katılan ülkeleri bilirsiniz mi? 1930. ildən bəri 4 ildən bir keçirilən Dünya Kuboku bütün dünyanın böyük marağına səbəb olur. Bəs bu möhtəşəm turnirdə en çok iştirak edən ölkələr hansılardır? Siyahımızın 5-ci sırasında İngiltərə və Fransa gəlir. Hər iki ölkə də turnirdə 16 dəfə iştirak edib. İngiltərə Kuboku bir dəfə, Fransa isə 2 dəfə qazanmağı bacarıb. 4-cü sırada Meksika var. Meksika millisi turnirdə 17 dəfə iştirak edib. Dünya Kubokunda en çok görünen komandalar arasında olsa da hələ də kuboku qaldırma sevincini yaşaya bilməyiblər. 3-cü sırada Argentina və İtaliya qərarlaşıb. Hər iki ölkə turnirdə 18 dəfə iştirak edib. Argentina son Dünya Kuboku da daxil olmaqla 3 dəfə, İtaliya isə 4 dəfə çempion olub. Dünya Kubokuna en çok katılan ikinci ölkə isə Almaniyadır. Panzerlər Dünya Kubokunda 20 dəfə iştirak edib və bu müddətdə 4 dəfə çempionluğa yüksəliblər. Və nəhayət birinci sırada Braziliya var. Braziliya bu kubokda həm en çok iştirak edən, həm də en çok qalib olan komandadır. Sambaçılar bu turnirdə 22 dəfə çıxış edərək 5 dəfə Dünya Kubokunu başları üzərinə qaldırıblar. Videomuzu bəyəndinizsə dəstək olmaq üçün bəyənib kanalımıza abunə olmağı unutmayın.